Salam dostlar, bu 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 34-ün qalan nizanı verəcəm. İş vərəqi 4, vulkanın təsirləri, səhifə 48. Tapşırıq 1. Vulkan püskürməsinin faydalarını uyğun bəndlə birləşdirin. Deməli, vulkan püskürməsi sayəsində səthə çıxan kül və qidalı maddələr nəticəsində torpaq daha da münbitləşir. Bunun sayəsində əkinçiliyə faydalıdır. Yer daxilindəki istiliyin yer səthinə çıxması nəticəsində yaşayış məskənləri elektriklə təmin olunur. Bu isə enerji onun olmasına fayda göstərir. Vulkan püskürməsini izlədikcə qeyri-adi mənzərələr ortaya çıxır. Bu isə turizmə müsbət təsir göstərir. Vulkan 2. Vulkan püskürməsi təhlükəli olduğu üçün partlayış göstəricilərinin ölçülməsi yolları da təkmilləşdirilir. Vulkan püskürmələri üçün 0-8 arasında rəqəmlər müəyyən edilir. Rəqəm böyük olduqca vulkan püskürməsi zamanı partlayış göstəricisi daha böyük olur. Bu rəqəm VPI, yəni vulkan partlayışı indeksi adlanır. Aşağıdakı cədvəldə bəzi vulkan püskürmələrinin VPI-ləri qeyd olunub. Cədvələ əsaslanaraq sualları cavablandırın. Hansı vulkan püskürməsi daha güclü olmuşdur? Bunu necə müəyyən etdiniz? Ən güclü baxırıq ki, vulkan püskürməsi İndoneziyada yerləşən Toba vulkanıdır. Bunun vulkan partlayışı indeksi 8-dir. Ona görə bura yazırıq. Toba, İndoneziya. Toba, İndonezya. Deyir, bunu necə müəyyən edibsiniz? Çünki onun VPI göstəricisi 8-dir. Bu da cədvəldəki ən güclü göstəricidir, ən yüksək göstəricidir. B. Hansı vulkan püskürməsi daha zəif olmuşdur? Vulkan püskürmə gücü zamanla əlaqəlidirmi? Burada ən güclü, ən zəif olan İndoneziyada yerləşən Tambora vulkanıdır. Tambora, İndonezya. Onun göstəricisi 2-dir. Daha sonra C variantı. İtaliyadakı Pompei şəhərinin məhv edilməsi ilə nəticələnən Vezuvi vulkanı digər vulkanlarla necə müqayisə oluna bilər? Baxırıq, Vezuvi vulkanının VPI göstəricisi 5-dir. Bəzi vulkanlardan, məsələn, Toba vulkanı, daha sonra Krakatu vulkanından daha azdır göstəricisi, ancaq yenə də böyük dağıntılara səbəb olur və buna görə də İtaliyadakı Pompei şəhəri də məhv olunmuşdur. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.